BMW fon. Yoxlanış olmadan, avtomobili yoxlamadan, uzaq məsafəyə çıxmamışdan qabaq mən həmişə deyirəm ki, qardaş, bunu yoxlayın. Yağıdır, suyudur, antifrizidir, təkərdir, razvalıdır, balansıdır, peridokudur, nə bilim, svetsasıdır, babinidir. Ümumiyyətlə, maşını bir yoxlayın da, hər dəfə uzaq yol çıxanda maşını yoxlamaq lazımdır, çıxmamışdan öncə. Qardaş, maşını yağsız sürüb, 230-da val tutub. Yəni, Allahdan, yəni, necə deyim, şatın blokdan çıxmayıb da, yəni. Yəni, bu da BMW-nin motorunun öz sözünü deməkdir. İndi maşının bütün motorunun zbor sökəcəyik, qoyacaq yerə, indi görək ki, içində salamat bir detal var, yoxsa yox. Maşını bax, həmişə deyirəm ki, uzaq yola çıxmamışdan qabaq yoxlatdırın, öz ustavınıza yoxlatdırın. İndi orada bəziləri deyir ki, qardaş, yoxlanışın nəyə ehtiyac var, nə bilim, kommentariyaları oxuyuram. Qardaş, mən özümə görə demirəm, mənim üçün heç bir fərqi yoxdur. Yəni, mənim üçün heç bir isti soyuğu yoxdur. Mənim üçün heç bir əhəmiyyət kəsb eləmir bu. Mən sizə görə deyirəm ki, ən azından kiçik bir büdcə ilə avtomobilinizi uzaq yola çıxmamışdan qabaq apararsan ustava. Peridokudur, askı sistemidir, mühərrikidir, hər bir şeyini yoxlayırsan ki, çünki sən ailə ilə, uşaqla və yaxud da ki, tək olsan belə, yəni uzaq məsafə çıxırsan. Sabah üçün böyük bir xəzilənin qarşısını alırsan ən azından. Bugünkü günü 100 manat verib yoxlanışın misal olaraq 50 manat verib yoxlanışın eləmirsən, sabah üçün gəlirsən 6000, 5000, 3000 mühərriki ilə bağlı problemin çıxır. Yəni, ona görə də sabahsı günü, indi qardaş bu maşını çıxmamışdan öncə yoxlasaydı ki, bu avtomobildə nə problem var, yağı var, yoxsa yox, bir görsəydi ki, bu maşının yağ axıdan yeri var, ən azından bunu düzəldərdi, elə yola çıxardı və mühərrik yağsız işləməzdi. İndi heçsə bunun mühərriki söküləcək, bir dənə mühərrik burada sökmüşük, eyni mühərrik problemi, ikinci dəfə mühərrik yığılıb, giliz yaramır, porşen yaramır, klapanlar buradan çartlayıb, qalavka prokladkası yanıb, belə, heç nə. Nəticə etibarı ilə təzə motor, heç nə, indi yerdən qalan hissələrini yığacaq, müştəriyə təhvil verəcək. Yəni, uzun sözün qısası qardaş, mühərrikinizi yoxlatdırın. Qurtardı, getdi, bağlı.